Bugünkü gündə bütün bəşərin ən böyük problemi budur ki, həqiqi ehtiyacından xəbərsizdir, qəflətdədir. Hətta burada bəzi böyük şəxsiyyətlərin, böyük ariflərin, filosofların gözəl bir bəhsi var. Əlləmə Təbətabayağa bir neçə yerdə öz əsərlərində bu mövzuya toxunubdur. Çox irfani bir məsələdir. Deyir ki, insan Allaha və həqiqətə elmi var. Sadəcə olaraq o elmə elmi yoxdur. O elmdən qəflətdədir. Özündə olan elmdən bəli, hər şey insanda yatıb. İmamların kəlamlarına baxanda, imamların dualarına baxanda görürsən, insan nə əzəmətli bir varlıqdır. O maddi aləm çox kiçikdir. Çox kiçikdir bu aləmdə. Doğrudan da insan Əhl-i-Beyt əleyhissalamın dualarından müraciət edəndə baxırsan ki, hətta bəzən dindarlar, hətta bəzi böyük alimlər belə oradan bəzən elə bir şeylər kəşf eləyirlər ki, görürsən insan mat-məəttəl qalır doğrudan da. İnsan özünü tanımaqlıqda etiraf edir ki, gərək məni özün tanıtdır mənə. Ki doğrudan da sən nə xəlq eləmisən, nə yaratmısan, o təvhidi baxış insana gəlsən.